Əziz dostlar, kanalımıza abunə yazılmağı unutmayın. Bu, sizin bizə real dəstəyiniz olacaq. Qani dostlar, kanal Хлюпа am kişiyin gerekiyor. Gülü volmir, yarı düğmədar ilis. İm, küpada çazurba küməkşidə. Salam Selmiyə. Salam Qiyas. Dedilər ki, kitabxanadasan. Hə, buradayam. Tələsirəm. Gəl, keç, əyləş. Gəl. Nə olub? Əyləş. Bakıya gedirəm. Kirə ev tutmağa. Yoxsa dərslər başlayandan sonra ev tapmaq çətin olacaq. Deməli, məni oxumağa qoyacaqsan, hə? Söz vermişəm axı. Həm də heç kimin minnəti olmadan özün qəbul olmusan. Anam da sevinir ki, gəlini müəllimi olacaq. Bax ha, toya gecikmə. Yaxşı, narahat olma. Atangili gördüm, harasa gedirdilər. Hə, şəhərə getdilər, toy bazarlığına. Sabah qayıdıb gələcəklər. Bəs sən evdə tək qalacaqsan? Hə, nə olası da? Qorxmursan? Nədən qorxacam? Nə bilim, adam nəsə narahat qalır. Yaxşı, gedək səni də ötürüm. Öz tutmaları. Bax, qapı pəncərəni möhkəm bağla. Yaxşı. Sən Allah, məni bu işə qatma. Rəhman başa düş. O qız mənim olmaz ölərəm. Mənə bax, Habibim. Özün də deyirsən ki, bir həftədən sonra toyudur, düz deyil? Onun nişanlısını fikirləşmirsən. Qohum əqrəbə, bəs bunları fikirləşmirsən. Nə deyərlər adamı? Sən Allah, çıx get, məni də bu işə qatma. Abidin. Hala buradasan. Piltandır. Yenə Bənəfşə gölünə getmişdi. Yadından çıxıb deyəsən orada boğulmalım. Biraz da gec gəlsəydi. Sənə bir şey olsaydı ürəyin partlayardı. Bütün rayon bilir. Sənə can borcum var. Xuramanın ölümündən gör neçəyi keçib. O vaxtdan bugünə kimi Heç bir qıza ürəyim qızmayıb. Bu qız elə oxşayır Xuramana. İndi evdə təkdir. yəni atasının anası gedib şəhərə. Toy bazarlığına. Sabah qayıdacaqlar. Rəhman. Başa düşürsən. Bu son fürsətdir.
Ehtiyatlı ol. Leman götür. Bırak deyirəm sənə! Bırak! Yaxın gəlmə deyirəm sənə! Rədd ol! Rədd ol, əl vurma mənə, toxunma! Toxunma deyirəm sənə, rədd ol! Məni qaçıranda heç Allahdan qorxmadan. Heç olmasa fikirləşəydin ki, atam yaşındasan. Görərsən. Görərsən atam sənin başına nə oyun açacaq. Hələ qiyası demirəm. Hara? Ana. Canım bala. Ağrın yüreğime gelsin. Bu ne işiydi başımıza geldi? Bu ne musibetiydi? Ana sana yalvarırım. Ne olur atamdan danış. O heyvanın elinden kurtarın beni. Ne olur yalvarırım sana. Abidin'in adamları beyek buradan gitti. Minnete gelmiştiler. Geceyeni minnete gelmiştiler. Kovmadı sonlar. Nece kovasa kent yeriydi. Konum konuştan ayıp daha. Kız benim hayallerim, benim okumağım, benim arzularım nece olacak? Atam niye o hayvanı tutturmur? Ata bir günün içinde kocalı. İsmet'inle barışmalısan. Yok, yok, yok. Çık git evine. Selmiye. İşidirsen. Senin üç bacın evlerdedir. Hersinin de bir çeten külfeti. Ele eleme. Sana göre onlara söz gelsin. Kıyas. Kıyas, benim hiçbir günahım yoktu. İnanmırsan bana. İnanıb ne yiyeceğim? İstəyirdim beni sevirsən. İndi bu sözlerin hiçbir mənası yoktu. Çetin günde, dar günde her zaman birbirimizin yanında olabilen sen değildin. Onda her şey başka cürüydü. Kıyas. Bana yazın gelsin. Mənə özgərin artıq lazım deyil.
Gəl, gedək. Bilsən sənə necə nifrət edirəm. Sənə heç vaxt ürəyim qızmayacaq. Heç vaxt. Geç. Hey aç! Abi gen dünyada yer tapmadın ki, heyvanı gətirib salmısan meşəyə. Hə, qardaş, uşaqlar yatıb qalıblar, naxıra yola salmayıblar heyvanı. Mən də gətirdim, saldım meşiyə. Bərəkət. Heyvanın qədrini belə bilənsənsə, qabağına biraz ot ataydın da. Daha bu meşəni niyə zay edirsən? Ya, bir dənə mənim heyvanımla bu boyda meşiyə nə olacaq? Ay kişi, hərə bir heyvan salsa meşəyə, bu yazıq meşədən nə qalar? Əşə, Allahın meşəsidir də. Biz gözümüzü açandan bu meşə olub həmişə də olacaq vəssalam. Görürəm yaman ağıllısın. Mənə bax, qat heyvanı qabaqla, tərpən burada. Bir də səni buralarda görməyim. Yaxşı. Haydi! Yaxşı da başa Haydi! düşdüm. Başa düşdüm də. Ay heyvan gəl. Gəl gedək. Yoxsa burada qan düşəcək. Qalsın. Sonra xala, nə kəpənizi aşırıb. Vay, qızlar mən getdim. Ay Mənsurə, qayıdıb gələrsən. Yaxşı, yaxşı gələrəm. Soruş da. Ha, unutmuşdum. Mən kimə? Kilimçi. Kimin kilimçisiyəm? Kilimçi oğlu kilimçinin. Ay sağ ol. Hop! Görək qollarında qüvvət var. Var. Aha. Bir. İki. Demişəm elən Ha, indi özün elə. Ata, əllərim açılır. Mən də deyirəm oğlum cəngavər. 100 dəfə sənə demişəm ki, Rəhman uşaqla ehtiyatlı davran. Heç nə olmaz. Oğlan uşağını qız kimi böyütməzlər. Ağrıdı Sağ ol, ayağın. Sağ ol. Yox, Heç nə olmayıb? yox. Tərin içindəsən. Get.
Maysel, deyirəm Rəhman Cəlili necə çox istəyir. Hə, elədir. Rəhman onunla nəfəs alır. İstəməlidir də, neçə ildən sonra Allah onu bizə verir. Allah hamını muradına çatdırsın. Cəlil doğulanda hamımız elə sevindik. Amin. Maisə, Cəlil üçün dərman düzəltmişəm. Bir həftə səhərlər yeməkdən sonra içirlərsən. Niyə? Uşağın rəngi xoşuma gəlmir, ver içsin. Yaxşı, verərəm. Əgər içsə. Hey! Sənədimiz var. Bu kimdir? Aa, dərvişdir. Sənə dedim vaxtında çıxaq daradan. Bəlkə 5-10 manat verərik çıxıb gedər də. Bu saat. Sən gözlə. Meşə idarəsindən icazə almısınız? Sən gecəni burada yatırsan? Səhər indi açılıb ki. Lazım olanda yatıram. Al bu xərcləyib biz də işimizi görək. Qoy onu cibə. Sənin qəpik quruşma qalmansın. Qardaş, qəpik quruş deyil. Sən bu pulu qazanmaq üçün bir ay buralara ayaq basmalısın. Artıq eksik danışma. Rəhman. Qardaş, sən Allah bırax bizi çıxaq gedək. Odunlar da bizə lazımdır. Da bura gəlmərik. Ha, yenə sənsən. Ha, sən nə gölü qalın adamsan. Keçən dəfə sənə demədim ki, bir də burada dolaşma. Bu dəfə də keç günahımdan. İcazə alıb normal adam kimi işləyə bilməz. Hə? Gərək elə oğurluq eləyəsiniz. İndi mən sizi lazım olan yerə apararam. Ağlınız başınıza gələr. Cəriməni ödəyərsiniz, onu da bilərsiniz. İşə düşdü. Keçin maşına. Sür. Salam verək. İlgilinin adını eşit, yüzünü gör. Necəsən müdür? Sağ ol Remo, sen ne tersin? Sağ ol. Yaxşı olar. Ne meseledir? Deyir cemaat senin korkundan meşiye zada girebilmiyor. Zarafat edirsən, hə? Zarafat niye eləyirəm? Dediler, dedim əcəb eləyir, yaxşı eləyir, lap belə əlinin içindən gəlir. İnan ki, sənin kimi bir, iki, üç işçim olsa, o meşələrdə bir dənə ağac kəsilməzdi. Sağ ol, sağ ol. Bunlar kimdir? Tanış gəlmirdir. Sağ olsunlar, yoldan götürdülər məni. Salam. Yaxşı, gedin. Çay içirsən deyim stəkan gətirsinlər. Yo, mən çay içmirəm. Bakıdan zəng eləmişdilər. Maşallah səs sorağın gedib oralara çıxıb. Ya Allah. Bir jurnalist var, sənin haqqında yazmaq istəyir qəzetdə. Mənim vaxtımda gəzir. Gözümü bir dənə belə eləyən kimi daraşırlar meşəyə. Görə bilmirsən? Yaxşı sən Allah. Bilən günün bu vaxtı meşəyə girən kimdir? Heç kim, heç kim. Ay hay. Dostundan nə xəbər? Nə dostum? Abidəni deyirəm. Neçə il iş kəsdilər. Tanımırsan Abidini? Keyfindən qalan değildi. Ne kadar dedim,
Nə qədər danışdım, nəsihət elədim. Eşitmədi ki, eşitmədi. Bu qədər yiyinti olmaz axı. Düzdür. Düzdür. Uşaqlarından nə xəbər? Sənə tapşırmışdı gedəndə. Arada gedib baş çəkib eləyirsən, hə? Ha. Vaxt eləyirəm arada. İcrası unutma. Vaxtında burada ol. Yaxşı? Baş üstə. Başqa nəsə sözün var? Da yox, elə o jurnalist söhbətinə görə istəyirdim ki, gəlib eləyərlər birdən. Məlumatın olsun əvvəldən. Ay müdür, danışdıq axı. Jurnalist, müsahibə, qəzet mənlikdir. İşim özümə bəs. Düzəlmədin də sən, düzəlmədin də. Getdim. Gəlmək olar? Gəl, gəl. Hər vaxtın xeyir. Hər vaxtın xeyir. Rəhman qardaş, sənin haqqında o qədər yaxşı şeylər eşitmişik. Oğlumuzdan ötürü gəlmişik. Gəl də keç içəri. Gəl görək kimdir orada? Üzü var ki, gəlsin. Salam. Getdik. Yenə sənsən. Bugünkünə görə xəcalət çəkim. Yaxşı, məndən nə istəyirsiniz? Top kimi uşağı idi. Birdən-bir arıqlamağa başladı. Vallahi həkimlərə gedib gəlməkdən birtəhər olmuşam. Hə, dava dərmanın köməyi olmur. Neçə dəfə xəstəxanada yatıb. Yaxşı olur, amma bir aydan sonra yenə həminki kimi. Boğazından bir tikə yemək keçmir balamın. Dedik bəlkə sən bizim dərdimizi əlac eləyəsən. Adın nədir? Seyfullah. Bura bax, Seyfullah. Bəli. Rayonumuzun həkimi də var. Xəstəxanası da. Mən isə Meşəbəyi babayam. İşim meşəni qorumaqdır. Elə demə. Bütün rayon səndən danışır. Neçə adamın dərdinə əlac eləmsən. Necə gəlmisinizsə, elə də gedin. Rəhman qardaş, bizi ümidsiz qaytarma. Mən sözümü dedim. Gedək Seyfullah, Bunu da götür. gedək. Kimdir bizim kimi kasıb küsübü sayası alan? Rəhman, bunlar kim idi? Niyə onlarla elə danışdın? Gərək ürəklərini qırmazdın. Yemək hazırdır. Hə, gəl. Ay Ebiyasi.
evyəsi. Gəldim. Rəhman qardaş, Uşaq hardadır? içəridə. Salam dostum. Necəsən? Yaxşı. Adın nədir? Abu. Nədir? Abu. Ay maşallah, nə yaxşı adın. Dili çıxar. Yaxşı çıxar. Yemin elə baxırsan. Ümid yoxdur. Niyə yoxdur? Bir aya duracaqsan ayağa inşallah. Mənə reyterə vermişsən. Almadı ki. İki oğlansın. Adam böyük deyəni eşidər. Dedim ki, bir aya top kimi olacaqsan. Qardaş, nə yaxşı gəlmisən. Allah səni sevindirsin. Rəhman qardaş, qoyma bircə balamız əlimizdən çıxsın. Nə ağlaşma qurmusunuz? Vaxtında uşağa diqqət eləsəydiniz, bu günə qalmazdı. Ey ay qardaş, kənd yeridir də. Ev eşik bir tərəfdən, mal-qara, savxoz işi bir tərəfdən. Heç çörək yeməyə də vaxtımız olmur. Düzdür. Yaxşı, yaxşı. İndi deyin görüm uşağı necə müalicə eləmisiniz? Get kağızları gətir. Bu saat. Bu saat gəlir. Can bala. Darıxma. Hər şey yaxşı olacaq. Ay Rəhman, yenə bu köhnəni geyinmisən. Ya nə olub ki? Camaat da elə bilər ki, geyinməyə heç nəyi yox. Erkək atın çubuğu cırıq gərək. Yəqin ona görə hamı sənə dərviş deyir. Bu məlhəmi, bax bunu, 3 gün, 2 saatdan bir Hər 2 saatdan bir 3 gün. 3 gün 2 saatdan bir. məbuda içirdirsiniz. Oldu. Gecə saat 12-dən, səhər saat Gecə 6-ya... saat 12-dən Ay qız bir dəqiqə dayan da. Gecə saat 12-dən, səhər saat 6-ya kimi fasilə verirsiniz. Fasilə verir. Bax, eşidən bilən mərhəmin vaxtını ötürmüsünüz, bir də ayağım bu həyətə dəymir. Yox, sən heç narahat olma. Hər nə dedinsə hamısını birlikdə eləyəcək. Baş. Və 3 gündən sonra? 3 gündən sonra özüm qayıdıb gələcəm. Baxaq görək nə edir. Hə, lap yaxşı. Oldu, salamat qal. Salamat. Çox sağ ol. Salamat. Çox sağ ol. Rəhman dayı. Necəsən qızım? Yaxşıyam. Ana, ayna, Rəhman dayı gəlib. Rəhman dayı gəlib. Aa, gör bizə nə yaxşı adam gəlib. Xoş gəlmisən Rəhman qardaş. Salam Selmiyə. Salam, necəsən? Yaxşı, sən necəsən? Çox sağ ol, biz də yaxşıyıq. Buyur, keç içəri. Maysə necədir? Yaxşıdır, çox şükür. Bəs Cəlil? Cəlil də böyür yavaş-yavaş. Nə yaxşı bizə gəlmisən. Abidin olanda tez-tez gələrdim. Biraz işə gücə başım qarışıb. Həm də bilirsən də, kişisiz evə gəlməyə nə qədər çətindir. Sən ki özgəsi deyilsən. Əyləş. Haqlısan, təqsirkaram. Sən bu evə məhrəm adamsan. Abidin sənin qardaşdan da artıq istəyir. Elə məktublarında da həmişə səndən yazır. Dükanında nə var idi ki? Yentiyə görə adama bu qədər iş kəsməzlər axı. Nə bilim. Gedim çay dəmləyim, çay gətirim. Qız nə oldu ya? Selmiye. Ay kız.
Həmişə belə eləyir də bu. Axşamın xeyir Rəhman qardaş. Axşamın xeyir. Toğ nə oldu? Gətirirəm. Biraz tezdir. Sənə qəşəng toğ qızardı. Qızı niyə bu günə salmısın? Özü də hamilədir. Arvadı qorxu içində saxlamasan, cilavını yığışdıra bilməzsən. Əlin necə qalır? Pişik balasını çox istədiyindən yer. Rəhman. Səni başa düşə bilmirəm. Günaha batmaqdan qorxmursan. Heç olmasa Rəsuldan utan. Uşağın hər şeyi başa düşən vaxtıdır. Rəhmətliyin oldu. Atam anam o qədər döyüb ki. İndi bax başına gör necə fırlanır. Əməlli başlı canciyər olublar. Anlamıram ki. Can deyə bilirsənsə, çor niyə deyirsən? Rəsul hardadır? Rəsul içəridədir, gəl sənə göstərim. Gedə göstər. Salam, Ayşə. Salam. Meyvə ye. Nəsə olub? Abidingildən gəlirəm. Uşaqlara baş çəkməyə getmişdim. Xəzalətimdən utanıb yerə girdim. Abidinlə bir put duz yemişik. Amma neçə vaxtdır külfətindən xəbər tutmamışam. Selmiya işsiz gücsüz deyir ki, müqavilə ilə xalça sexində işləyir. Hamıdan artıq plan da verir, hamıdan çox maaş da alır. Deyirsən də. Quru maaşla 3 baş ailəndə dolandırmaq asandır be. Ya sabah gələk mütləq hətəmdən 1-2 saatlıq maşını alım. Gedim dükandan ərzaq ayın oyun alım. Aparım uşaqları. Yaxşıdır. Yol çək bura. Sağ olun. Sağ ol, sağ ol. Salam aleyküm. Aleyküm salam. Bunları Selmiyə göndərib. 1, 2, Lap yaxşı. Bəs sən xalçanı toxuyub qurtarmamsan? deyən görüm. Dərviş bayaq Selmiyənin evinə bir maşın aynoyun düşürtdü. Hə, nə olsun ki? Utanmır, Bir deyən gərək ki, kişisiz evdə bunun nəyi tazıb? Qoy görək day qızlar. Abidinlə Rəhman dost deyirlər. Abidinlə dostdu deyə Selmiyəyə girişməndi. Selmiyəyə bax, saman altdan su yeridir. Bu nədir? Bu bal elə gətirdiyim kimi qalıb ki, cəldə niyə verməmsən? Yemir də neyniyim? Bəs özün niyə yeməmsən? Məni bilmirsən, mən də bal xoşlayan deyiləm. Onda bunu apararam. Abidinin uşaqları yesin. Onsuz da siz yeyən deyilsiniz. Parta. Salam aleyküm. Seyfullah. Bəli, doktor. Gel görün bura.
Salam. Salam aleyküm. Salam. Ne edirsən burada? Heç nə gəlmişdim uşağın analizin cavablarını götürməyə. O da düşdüm fasiləyə. Dedim gedim sonra gələrəm. Uşağı necədir? Şükür. Yaxşıdır. Hər şey yaxşıdır. Sağ olsun Rəhman. Nə Rəhmanı? Rəhman kimdir? Dərviş. Gəl görüm ki kabinetə. Nə dərviş, nə Rəhman? O doktor mən. Mənim çəkdiyim əziyyətlər bura gətirir. Gəl görüm. Yox, o da. Yaxşı görüm. Yekə kişisən. Adam yaxşılığı unutmaz. Sənin uşağından ötürü biz dəridən qabıqdan çıxırıq. Ay, əkin. Nə qədər dava dərman lazımdır, hamısını eləmişik. Mən. Amma sən bizə sağ ol demək əvəzinə getmirsən basa-basa, nədir o? Dərvişin yanına. Sən Hippokrat and içmiş həkimlərin zəhmətini yerə vurub, adi bir meşəbəydən kömək olmusan, Həkim, qurban olum sənə. Düz bir ildir uşağından xəstəxananın yollarında qalmışıq. Öz aramızdır, xeyir olmadı da. Amma bu dərvişin elədiyi türkə çarələrdən sonra uşağın rəngi rufu özünə gəlib. Yemək yeyir. Avvam olma Seyfullah. Uşağı dərviş sağaltmayıb. Kim sağaldıb? Bizim bir illik müalicələrimiz indi öz təsirini göstərməyə başlayıb. Nə bilim valla, mən gördüyümə inanıram. Gel baş həkim. Buyur əyləş. Baş həkim. Eşitdim, xəstəxana açmısınız. Neydi o meşəbəyivin adı? Dərviş idi, neydi? Rəhman deyirsiniz, yoldaş prokuror. Xəstəxana nədir? Evində bir-iki ot qurudub, qonşuya əlac eləyir. Deyirlər, evində əməlli başlı laboratoriya açıb. Nə laboratoriya? Rəhman cəmaata təmənnasız xidmət eləyir, kömək eləyir. Özü də çox sakit adamdır, əla da işçidir. Bəli yoldaş İsmailov. Bəli, bəli. Yığışdır bu söz söhbəti. Get. Bəli, dediyiniz kimi eləmişəm. Oo müdür. Gördün, ailə kesən var. Nətərsən, nə var, nə yox? Sağ ol, sən necəsən? Sağ ol, sağlığın. Nə əcəbsən mən? Gəldim də. İşdən qaydım gedim. Ay yox. Gəlmişəm də. Xoş gəlmişsən, əcəb eləmişsən. Buyur əyləş. Oturun. Ha, orada niyə? Keç stola. Yaxsan Allah, bura yaxşıdır. Yaxşı. Ay, Bu saat sənə qəşəng bir çiçək çayı verəcəm. Nə? Çiçək çayı. Çiçək çayı. Səndən şikayət eləyiblər o çiçək çaylarına görə. Şikayət ediblər. Bəli. Kim? Cərullah. Taha həkimi. Vay yatın, amma kişi məndən əl çəkmir. Çağırmışlar məni prokurorluğa. Dedim ki, bu adamın türkə çarələrindən hələ heç kimə ziyan gəlməyib. Amma narahat olma. Amma sən də rahat dayanmırsan da. Qorxuram əvvəl axır başarısı olsun bu sənə. Baş ağrısı demişkən müdür, baş ağrıları necə keçdi? Vallahi deməsəydin heç yadıma düşmürdü ki, məndə nə vaxtsa baş ağrısı olub. Görsən? Amma içmək istəmir. Deyirdin zəhər kimidir. İnan ki, mən heç ağlıma gəlməzdi belə kömək eləyər. Çox sağ ol. Çay necədir? Bəh. Vallahi sənə hərdən elə həsəd aparıram. Adamlardan niyə uzaq qaçdığını, niyə bu kol-kosa, ağaca, ota, quşa, heyvanlara mehir saldığını indi başa düşürəm. Onda çıx işdən. Sən də gəl mənim kimi ol meşəbəyi. Qur belə şəraiti yaşa da. Deyəsən elə axır deyil olacaq. Aynıdır. Yaxşı, dur. Dur Gedək. gedək, gecdir.
Kimin işidir? Dedilər, hökumət adamlarıyıq. Milliye oradan kelbesini getir. Onu yok, öbürsünü getir. Kırmızını. Bunu? Aa, Rəhman dayı. Ay maşallah. Necəsən qızım? Yaxşıyam. Hə, git. Neynirsən? Çeperi qaydaya sardı. Hə, mən də kömək edeyim də sizə. Qaldıra bilmirsən, hə? Yaxşı, gəl görüm. Mən də kömək eləyəcəm. Hə, eləyərsən. Buranı saxla. Mən gedim məktub kəsim. Məktub. Hə. Bu. Yukarıdan tut. Kızım ver o birisini. Ay. Şimdi sık. Ek sık. Ek. Biraz da bek. Ay. Böyle. Sən nə vaxt gəldin Rəhman qardaş? Ne buradan keçirdin? Gördüm uşaqlar çəpəri düzəldir. Dedim kömək eləyim. Çox sağ ol, Allah razı olsun. Gəlin keçək içəri bir tikə çörək yeyək. Yo, tələsirəm, işim var. Yo, olmaz axı elə. Həm də uşaqlar da bayaqdan acıdılar. Gəlin gedək, soyuq ayran da düzəltmişəm. Hə, ayran olsa bir stəkan içər. Gəl. Rəsul, Miliya, harda qaldınız? Ay bala, gəlin də. Uşaqlar maşallah günü-gündən böyüyür. Hə, elədir. Miliya da eynən sənsən. Sən gələndə uşaqların eyni açılır. Bir qabını çəkim. Sənin yeməklərindən yoxdur. Nuş olsun. Sağ ol. Necədir? Bax. Əla. Nuş. Gəldin? Mane olmuram sizə. Deyəsən evinin yerini səhv salmısan. Heç olmasa uşaqlardan utanaydınız. Abidin də ailəsini görkümə tapşırıb. Bədbəxt oğlu lap quzunu qurda tapşırıb. Maisə. Nə maisə? Aləm bilir, nə hoqqalardan çıxırsınız. Ayıb deyil, o nə söz danışırsan? Mənə ayıb olmalıdır, yoxsa sənə? Ərimi əlimdən alan sən. Mən utanmalıyam. Bəs de. İş qabağıma gedirik. İş gücünü atıb günlərlə bitmisən bunun yanında. Abraya qalmayıb səndə. Hara gedirsən? Niyə cavab vermirsən? Sən bizdən danışmazsan. Biz sənə daha maraqlıyıq. Qızım, ver ayağına. Ana, Necə? Rəhman dayıya niyə dərviş deyirlər? Hərəyə bir ləqəb vermək bizdə adətdir. Ana, xalçanı bugün təhvil verəcəyik də. Hə, bugün aparmalıyam. O corabları da gətirib qoyarsan bura, yaxşı? Yaxşı. Onları da götürək. Atamın da ləqəbi var. Hə, var. Arvad döyən Abiddin.
səni bərk döyürdü? Yox qızım, bərk döymürdü. Heç incitmirdi ki məni. Get sən, get oyna. Hər dəfə atam səni döyəndə bilirsən nə arzulayırdım? Allaha yalvarırdım ki, uzun əllərim olsun. Səni onun əlindən alıb göyə qaldıra bilim. Haçan gəlmisən? Heç xəbərim olmuyor. Evə qalxa bilmirdin? Gec idi də, sizi oyatmaq istəmədim. Doyunca yatıb gələ bilmirdin? Nəysə, acam. Get yemək hazır. Nə əcəb səni çaysız, çörəksiz yola salıb. Yenə başladın. Mənəm başlayam. Daha biyabır olmuşuq, Evə gəlmək olmur, meşə buradan yaxşıdır. Get. Elə sənin yerin meşədir. Onsuz da oradakilardan seçilmirsən. Səni görüm ilan çalsın. Səni görüm qurda quşa yem olasan. Səni görüm ilim itəsən. Bunlar kimdir? Abidinin külfətidir. Ağıllı uşaqdır. Hayda. Hay alçaq. Ay vicdansız. Ha, bu caban ağacları niyə kəsirsən axı? Götürmüsən hər şeyi. Gərək uşağı xəstəxanaya aparaq. Orada hər tərəfli müayinə eləyək. Məsləhətinə görə çox sağ ol. Xəstəxanaya aparmağa da ehtiyac yoxdur. Qızdırması çox idi, ona görə təcili yardım çağırdım. Bu nə deməkdir? Başa düşə bilmirəm. Bu nə məsələdir? Sənin uşağı buraxmamağa ixtiyarın yoxdur. Xəstəliyi ciddidir. Bu otlarla müalicə olunan xəstəlik deyil. Qorxulu heç nəyə yoxdur. Deyəsən uşağın vəziyyəti səni o qədər narahat eləmir. Amma biz onun həyatına görə cavab deyik. Amma Aysə bacı, sən anasan. Niyə bir söz demirsən? O da uşağın atasıdır. Cəlili özüm müalicə eləyəcəm. Onda məsuliyyəti özün daşıyarsan. Gedək. Rəhman qardaş, miqren öldürür məni. Dərman içməkdən yorulmuşam. Bəlkə mənə də bir çarə eləyəsən. Carullah bilsə, miqrendən qabaq o öldürəcəksən. Şimdi ona deyən. Yaxşı, bir dərman verərəm. Çox sağ ol Rəhman qardaş. Oğlumu özüm sağaldacağım. Maysə! Ay Maysə! Gəl süt sağ. Cəlil sevinəcək. Gəl. Cəlil! Biraz özüvə gəl. Ayağa qalx. Səni meşəyə aparacağım. Bizim meşədə qalarıq. Hə, qalarıq. Niyə qalmırıq?
Amma gərək ananı da özümüzlə aparaq, yoxsa icazə verməz. Gizlincə gedək. Hə, yaxşı danışdıq. Qabaşma. Sağdım. Güclə bir stəkan olar. Eyb yox. Sabah bir o qədər də sağarsan. İndi qaynat ver içsin. Yaxşı. Bəs başqa dava dərman eləməyəcəksən? Yox. Cəlli ancaq keçiciliyindən sağaldacam. Necədir? Sağ ol. Sağ ol. Qap gətir. Var qurudarsan. Carulla gəlmişdi. Nə deyirdi? Heç. Cəlli görüb təəccübləndi. Möcüzədir deyib getdi. Əlbəttə ki, möcüzədir. Carullaha qalsaydı heç nə. Mənə bax. Cəlil bundan sonra böyüyüb, möhkəmlənənə qədər hər gün kesi süd içməlidir. Başa düşdün? Rəhman dayı, qurban olum, anam ölür, tezdən köməyə gəl. Nə baş verir? Bilmirəm, başıma çıxmır. Ayöz Nifat, nədir bunun dərdi? Bilmirəm, Xəstəxanada niyə çıxdı bəs? nə bilim. Orada deyil Rəhman dayı, aşağı evdədir. Yaxşı, sən keç eve. Ay bala, keç eve deyirəm də, narahat olma. Salam verək. Salam, Rəhman qardaş. Hə, Ayağıdır. açanla ağrıyır. Xeyli vaxtdır. Nədən olub? Heç kimin başı çıxmır, nədən olub. Ayağı çirkəliyib. Həkimlər nə deyir? Həkimlər çaşıb qalıblar. Çirkin qabağını heç cür ala bilmirlər. Belə xəstəni evdə saxlayarlar. Bu niyə xəstəxanada deyil? Dünənə kimi xəstəxanadaydı. Hı. Dünən çıxıb. Həkim dilindən kağız alıb ki, öz xoşu ilə müalicədən boyun qaçırır. Buradan bura mənə xəbər eləməmisiz. Uznifatdan başqa hamı çıxsın. Açıq ayağım. Deyəsən, mən deyəndir. Sən nə vaxt qayıtdın? Bilirəm, onun yanına gedirsən. Mənə biraz qaynar su gətirirsən, bir dənə balaca qazan, bir də dəsmal. Gözlə gözlə.
Əsas bu gecədir. Gərək çirk qana keçməsin. Özüm nəzarət edəcəm. Gecəni də burada qalacam. Amma sən də gərək yanımda qalsan, yaxşı? Yaxşı, yaxşı. Rəhman olmasaydı ölmüşdü. Bəs türkə çarələri nə bilmişdin? Təkcə türkə çarələr deyil. Ona cadu pitik eləyir. Eşi, sən də belə şeylərə inanma. Ay qız gözlərini görməmisən? Əsl cadugər gözləridir. Özləri bilərlər bizim nəyimizə gərəkdiyi. Heç utanmır. Yaşın bu vaxtında özgə arvadına vurulub. Demə day. Bizim nə işimiz? Paltarlarım hanım? Yığıb qoymuşam. Niyə? Bəs aparmırsan? Başa düşmədim. Paltarlarımı hara aparmalıyam ki? Selmiyə gilə. İndi sənin qeydinə o qalır. Mən heç özümə yazığın gəlsin. Dedim ki, yığıb qoymuşam. Mənə bax. Gəl cəmaata özümüzü güldürməyək. Aramızda nə olub ki? Olan olub. Cəlil də hər şeyi bilir. Dünən Selmiyə gilə getdiyini də o görüb mənə xəbər verib. Bilirsən nə var? Yığ şələşüləvi, hara istəyirsən get. Mənə qapı göstərirsən. Onsuz da mən deməsəm də özün bir gün gedəcəksən. Yaxşısı budur, indidən get. Nə qədər ki, uşaq balacadır. Sonra çətin olar. Maysə, bunu bir dəfəlik başa düş ki, mənlə Selmiyanın... Tutaq ki, mən inandım. Bəs camaat, qonum qonşu nə deyər? Ərsiz qadınla bir evdə qalasan. Amma aranızda için olur ya. Buna bax. Eşitdiklərim doğrudur. Deyirlər güya, Abidin arvad uşağını yiyəli edirsən. Yaxşı. Sən nə deyirsən? Allah, mənim inanmağım gəlmir. Gəlmir, inanma. Hay oğlum, o irəlidə quru budaqlar qalıb. Onları təmizləyin. Rəhman! Hər deyilən sözə inanma, Maysə. Rəhman sənə, Cəlilə çox bağlıdır. Kaş ki elə olaydı. Amma Rəhman Selmiyanın cavanlığına, gözəlliyinə allanıb. Kaş hamı Rəhman kimi ailəcanlı olaydı. Nasiyə. Bilirəm ki, mənə təsəlli vermək istəyirsən. Amma dünən Rəhmanın Selmiyə gilə getdiyini öz gözlərimlə gördüm. Heç gəlib Cəlilə də baş çəkmədi. Öskürək üçün bu yaxşı. Çox sağ ol. Dəmlə yavaş-yavaş içsin. Çox sağ ol, Maysə. Sən sağ ol. Ay ana, yorulub məndən düşdün ki. Biraz dincini al da. Az qalıb, balam, qutaram. Mən böyüyəndə qoymayacağam ha, əlli ağdan qaraya vurursan. Sən qulluğunda mənim gəlinim duracaq. Tək ki Allah o günləri mənə qismət eləsin, sizin qulluğunuzda özüm duracam. Xoş gəlmişsən, Maysə. Balam, get sən dərsləri öyrən. Aşnan hardadır? Dillən də. O nə sözlü danışırsan? Danışıqla fikir ver. De görüm hardadır. Məndən niyə soruşursan? Bəs kimdən soruşun? Səndən ötürü didərgindir də. Hara getdiyində sənə deməlidir. Ağzımın danışığını bil, Maysə. Hə, deyirsən ki, kef çəkməyəcə göz yumub, hə? Yaxşı, niyə gəlmisən? Gəlmişəm ki, ərimi qaytarasan. Qaytardım. Apar. İndi sən məni lağa qoyursan, hə? Yaxşı ki, özün başa düşürsən.
Sənin ərin əşyadır, nədir mən onu sənə qaytarım? Neynədinsə evə eşya yığışmadı. Doğrudan sən elə fikirləşirsən ki, mən uşaqlarımın gözünün qabağında belə bir iş tutaram? Səndən nə desən çıxar. Aramızda ayrı bir münasibət varsa o işığa kör baxım. Məni avam yerinə qoymusan, nədir? Rəhmanın gözü illərlə səndə olub. Nə olub, olub. Heç olmasa indi ərimi qaytar. Cəlli ovundura bilmirəm, Atalı ikən yetim qalan tifilin günahı nədir? Özünə niyə demirsən? Bilsə ki, qayıtmağını istəyirsən, sevinər. Mənə bax, mən ona heç nə deməyəcəm. İstəyirəm ki, onu sən qaytarasan. Necə yoldan çıxartmısan, elə də qaytar. Yoxsa səni el içində biabır eləyərəm. Çıx get buradan Maşa xala. Söz deyəndə dəliliyin tutmasın. Mən səndən müdür kimi danışmıram. Mən səndən dost kimi söhbət edirəm. İstəyirəm bilim, Maisənin aranızda nə olub, evdə niyə getmirsən? Selmiyə gözəl xanımdır. Amma bu demək deyil ki, sən ailəni dağıtmalısın. Müdür. Abidin mənim dostumdur. Səncə mən onun ailəsinə pis gözlə baxa bilərəm? Ağızlarına gələni danışırlar. Maisəni də inandırıblar. Bir dəli bir quyuya daş attı, məni çıxarda bilmədi. Prokuror çağırmışdı məni. Prokuror? Nə istəyir? Səninlə maraqlanırdı. Deyir, meşənin ortasında bir ev tikib, ara sıra Selmiya ilə orada görüşürlər. Şərəfsiz, alçaq, vicdansız, binamus, bir qeyrət. Əsəbləşmə. Mən özüm necə lazımdır cavabını vermişəm. Elə sizdə axtarış aparanda da xahiş elədim ki, səndən iş olmasın. Sağ olsun, sözümü yerə salmadı. Deyirəm axı. O vaxt niyə görə mənə deyib dolaşmadı? Sən camidir. Nə qədər xərcə saldı səni? Boş verəş, heç nə qədər. Yaxşı da, mənə də yox. Nə qədər tərrədin? Deyirəm, boş ver də. Onsuz da ildə bir dəfə haqqım verirəm. Amma bu dəfə 2 ayağın dirədə bir başmağa ki, bəs dostun meşənin ortasında ev tikib, bu da qanuna ziddir. Sağ ol, müdür. Çox sağ ol, qayğıma qalırsan. Rəhman, qayıdırsan evə, gəzən söz-söhbət də bitir. Əlimdə nə var? Bilmem. Səncə? Ne bileyim. Ne güzeldir. Saçlar da benim saçlarımın rengine aşır. Onun üçün almışam da. Çok sağ ol. La 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 la. Dərs eləyirəm. Bak benim kılıma. Bak da. Dedim axı dərs eləyirəm. Gəl bura. Çok sağ ol, çok sevindi. Şimdi gece gündüz bu oyundan oynayacak. Koy oynasın da. Koy gedim çay getir. Otur. Ayağın necədir? Düzelir yavaş yavaş. Məlhəm sürtürsən. Ha, dediğin kimi günde 2 defa. Gəl bir bax. Düzəlib. Yaxşıdır. Bağlama. Ehtiyacı yoxdur.
Hə? Hə, qoy belə qurusun. Keçib gedəcək. Yaxşı. Rəhman? Niyə işimizə mane olursan? Hı? Niyə xəstələrin həyatından oynayırsan? Allah eləməmiş. Xəstələrdən birinə bir şey olsa, cavab verə biləcəksən? Hə? Hələ heç kimə heç nə olmuyor. Xalq təbabətinə mən də inanıram. Daha kolla kostan adam sağaltmaq niyə? Biz dəfələrlə müayinə eləyirik, sonra müalicə eləyirik. Düzünü bilmək istəsəm, yanıma gələnlərin çoxu elə sənin xəstələr. Belə çıxır ki, biz sağalda bilmədiklərimizi sən sağaltmısan? Xətri ödəyməz. Amma belə hallar olub. Bura bax. Meşəbəyi babasan. Ged öz işinlə məşğul ol. Həkimlərə mane olma. Əgər xəstələrdən birinə bir şey olsa, qanun qarşısında cavab verəcəksən. Başa düşdün? Qanunu yadıma saldığına görə çox sağ ol. Ana, bunu bir əmi verdi. Başsızlıq deyə elə bilirsən namusumuzu ayaq altına atmış, hə? Ay vicdansız. Elə eləmə ki, cəmaatı tökün bura. Yəni dərviş qədər də olmadı. Adam eləsi ilə gəzər ki, heç olmasa nəyinəsi güvənər. Sən dərvişin ayağının tozu da ola bilməzsən. Kimdir? Selmiya, zəhmət olmasa qapını aç. Sənə deyiləsi vacib sözüm var. Sən kimsən? Gecənin bu vaxtı nə gəzirsən qapında? Mənəm, prokuror. Xahiş edirəm, qapını aç. Prokuror olanda nə olar? Bu dəqiqə çıxıb getməsən aləmi tökəcəm bura, biyabır olarsan. Ay qız, mənə bax görmə. Eşitmirsən məni? Çıx get buradan. Adının bədnam olmağını istəmirsənsə çıx get. Yoxsa bax qışqıracam indi. Yaxşı, yaxşı, həyasızlıq eləmə, gedirəm.
Ha, baba burada saxla. Burada niye? Burada saxla. Buradan oynayardan gedəcək. Camaat yaxşı deyir. Dərvişsən ki, dərviş. Oldu sağ salamat müdür. Yaxşı, yaxşı. Nə istəyirsən? Nə olur? Nə baş verib? Vurulmuş. Elə mən də. Heç olmasa Abidin tez gələydi. Mayısa gelmişti. Nə istəyir? Senin eve qayıtmağını. Hələ də dedi. Ha, öyle dedi. Deməli, Maysaq evdən getməyimi istəyəndə getməliyəm, qayıtmağımı istəyəndə qayıtmalıyam. Hə? Niye de qayıtmayasan ki? Ömrümüzün axırına kimi küslü qalmayacaqsın ki. Sən idin mənə zəng eləyən? Hoş gördük qanun keşikçisi. Bütün işlərimi görüb qutarmısan.
İndi xalqın arvadlarını yoldan çıxartmaqla məşğulsan. Sənə nə? Meşəçi. Sataşmağa başqa adam tapmadın? Kimsə neysən? Ərisən, qardaşısan. Nə əriyəm, nə də qardaşıyam. Lazım gəlsə, özüm sənə cavab verərəm. Sən? Sən mənə nə edə bilərsən? Selmiyə, gec-tez mənim olacaq. Bu sənə baha başa gələcək. Deməli sən mənim doğmaca bacım, mənim sözümə inanmırsan? İnanmırsan ki, o peyğəmbər övladının barmağı belə mənə toxunmayıb. Daha sən belə danışandan sonra özgələrindən nə gözləyim? Deyirəm gərək kör olasan ki, Rəhmanın səni necə sevdiyini görməyəsən. Ayağıva yara çıxanda görmürdün sənə necə qulluq eləyirdi? Başını itirmişdi, yazıq. Gözün aydın her söylüyor. Çok sağ ol. Seni görüm həmişə şad olasan. Hoş geldiniz. Sağ ol, sağ ol. Çok sağ ol. Geçin. Gözünüz aydın kızlar. Çok sağ ol. Çok sağ ol. Allah razı olsun. Ha, buyurun. Nuş eləyin. O pendiri qabağa qoy da biraz. Hoca ne demişti Şafanlar'ın? Meşədən. Nuş edeyim, nuş edeyim. Şükür Allah'a, sağ salamat hayırlı geldin. Allah merdivazların evini yaksın. Amin. 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 Hoş gelmişsin. Gözün aydın. Salam əleyk, yorulmayaq. Oo, görün kim gəlib. Rəhman. Salam qardaş, salam. Necəsən? Buyur, buyur. Əyləş. Salam əleyk. Rəhmanla biz uşaqlıqdan bir yerdə böyümüşük. Çox etibarlı qardaşdır. Əyləş, əyləş. Hoş gününüz olsun. Çox şükür qardaş. Həmişə evində, işində. Allah səni xətadan, bəladan uzaq eləsin. Ailənin üstündə olasan həmişə. Allah səndən razı olsun. Buyurun, buyurun. Nuş eləyin. Qayıtmağıma sevinmirsən. Niye öyle diyorsun? Görmürəm be ya. Fikirləşirdim ki, bir neçə il ayrılıqdan sonra mənə qarşı soyuqluğum keçər. Amma görürəm yox. Əksinə, əvvəlkindən də betar olmusan. Rəhman adı gələndə səsimi ucaldırsan. Nədir? Yaralı yervə toxunur ha?
Onun haqq sayını itirmək insafdan olmaz. Sən olmayanda uşaqlara göz qulaq olurdu. Mən xəstələnəndə məni ölümdən xilas elədi. Bilirəm nəyə görə. Bilirəm. Az məktub almamışam. Abidin. Mənim haqqımda nə fikirləşirsən özün bilərsən. İstəyirsən məni vur, öldür. Səsimi çıxaran deyiləm, amma... Amma nə? Hı? Nə? Amma nə? Amma səni and verirəm o bir olan Allaha. Rəhman qardaş haqqında pis fikrə düşmə. Bu böyük haqsızlıq olar. Cəmaat çörəyi qulağına yemir. Həcə. Rəhman! Onsuz da uduzmusan. Hay salam aleyküm Abidin. Salam, salam. Nə var, nə yox? Sağ ol, sən necəsən? Gördüyün kimi. Mənə bax, işə düzələ bildin? Yox, hələ ki işdən səsləmir yoxdur. Hə, düzələrsən inşallah. Sənin işlərin necədir? Belə də meşədəyəm də, nə olacaq? Bağışla məni, idarəyə getməliyəm. Kişi nə idarə? Yox, tələsirəm. Gör neçə vaxtdır səni görmürəm. İdarə nədir gedir? Bildim, oturarıq da. Çaydan, çay çörəkdən ye. İdarədə gözləyirlər. Aç, gəl bura görək. Salam aleyküm. Aleyküm salam. Rəhmana deyirəm ki, mən olmayanda evimə tez-tez gəlirdin. Selmiyadan, uşaqlardan hal-əhval tuturdun. Hə, indi nə oldu? Hə? Götür. Hı. Külfətimi sənə tapşırıb getdim. Sən neynədin? Sən etibarsız çıxdın, Rəhman. Mən adamların üzünə baxa bilmirəm, Rəhman. Biri yalan danışar, yüzü böhtan atar. Daha bütün rayon yalancı olmaz ki, Rəhman. Sənin yerinə kim olsaydı, min bir əziyyətlə o 2 dənə uşağı böyütdüyünə görə Selmiyanı göylərə qaldırmışdı. Amma sən neynirsən? Neynirsən, hə? Sənə inanmaq istəyirəm, Rəhman. Amma inana bilmirəm. Ürəyim partlayır. Elə bilirəm. Elə bilirəm mənə xəyanət. Abidin, son dəfə olsun bu qapını açıram. Daha sən adda adam tanımıram. Bir də mənim üzümü görməyəcəksən. Qəbrimin üstünə də gəl.
Niye bana karşı soyuqsun? Elə bilirsən yadımdan çıxıb? Gündüzlər məni təhqir eləyib, gecələr sevgi, məhəbbət diləndiyin günlər. Deyirəm də. Sənin dilin uzanıb yaman. Özündən razı olduğun az deyil. Hələ mənlə söz güləşdirirsən. Sən necə qəddar adamsan. Bütün həyatımı məhv elədin. Sən adam olana kimi şilli qapaz yiyəcəksən. Eşitdinsən məni, ha? Mən səni heç vaxt sevməyəcəm. Nə dedin? Sənə nifrət eləyirəm. Təkrar elə, nə dedin? Sənə nifrət eləyirəm. Nə dedin? Hı? Nə dedin sən? Aha, sən nə dedin? Təkrar elə. Təkrar elə. Rədd ol! Sənə nifrət eləyirəm. Yaxın gəlmə mənə. Yaxın gəlmə, rədd ol! Yaxın gəlmə! Yaxın gəlmə mənə! Yaxın gəlmə, gəlmə, yoxsa özümü odlayacağım! Gəlmə! Bismillah. Ne oldu? Araba.
Sənsən? Axı bu necə ola bilər? Mən halam. Mənim halımsan. Bəs hardaydın bu vaxta qədər? Daha dünyada heç nədən, heç kəsdən qorxum yoxdur. Heç ölümdən də. Mən burada çox xoşbəxtəm, Rəhman. Çox xoşbəxtəm. Bilirsən özümə nəyi bağışlaya bilmirəm? Əllərimlə aparıb səni Abidinə verdim. Səni də, özümü də bədbəxt elədim. Əslində hər şey başqa cür ola bilərdi. Bilsən qarşında necə günahkaram. Elə demə. Biz nə karəyik ki? Qədərimizi Allah belə yazdı. Kim bilir, da səni qaçırtmasaydım, bəlkə də nişanlınla xoşbəxt edin. Mən də öz həyatımı yaşayırdım. Hamı kimi adi həyat. Amma səninlə bircə dəfə bu qədər yaxın olmaq, əllərini tuta bilmək, öpə bilmək, hər cür əzaba dəyərmiş. Daha Allah'tan başqa təmənnam yoxdur. Mənim də. Mənim üçün o qədər ölürsən, o qədər əzizsən ki. İstəyirəm həmişə belə əl çatmaz, toxunulmaz qalasan. Səni adiləşdirmək istəmirəm. Amma biz heç kimi inandıra bilməyəcəyik. Niyə elə baxırsan? İstəyirəm üzünün cizgilərini yaddaşımda saxlayım. Axı bir də səni heç vaxt görməyəcəm. Niyə? Bilirsən,
Səni tanıyan gündən ürəyimdə belə bir arzu olub. Meşəni ikilikdə dolaşmaq. Bilsən meşədə necə gözəlliklər var. Onları sənə bircə göstərmək istəmişəm. Bəzən ağaclarla, quşlarla, heyvanlarla dil tapmaq, insanlarla dil tapmaqdan asan olur. Sənlə bir ömür bu komada təklikdə yaşayıb, yenə də doymazdım. Xoşbəxtlik uzun ömür deyil, əziz. Sevgi ilə keçən anlardır. O anları mənə sən yaşatdın, Rəhman. Mənim gözəl halım. Mənim əziz dərviş. Selmiye. Selmiye. Selmiye.
vaxt ötür, ömür yarıdır. Bilmirəm yolum haradır. Qəlbim yenə dərd arıdır. Fikirdən içim yaradır. Göydən yerə yəm yağır, nədən belə dəm yağır. Bu nədir sızıldayır mizrabından bəm yağır. Göydən